Almama öyrəndim. Newtonun 3-cü qanunu. Newtonun 3-cü qanunu. Newtonun 3-cü qanunu ondan ibarətdir ki, Newtonun 3-cü qanunu mama bir dənə söz deyə bilərsən. Təsir. Təsir. Newtonun 3-cü qanunu təsir. Newtonun 3-cü qanunu təsir. Mama bir dənə də söz deyə bilərsən. Küçüyün balası. Git onu oxumamış yatmayasan. Başa düşdün, öyrənəsən onu. Bibirlərin kimi gedib mənim başıma cahil olmayasan bundan sonra. Oxu, küçük. Ne oldu Rem? Həkim nə dedi? Hazırsan deyim. De. 2 aylıq hamiləyəm. Hurra, yes. Dayan az. Biz bir ayda evliyiz. Sen nətər 2 aylıq hamilə olursan? Ürəyim, sən nə qədər vaxtdır mənlə evlisən? Bir aydır. Mən nə qədər vaxtdır səninlə evliyəm? Sen de bir aydır. Bu ikisini üst-üstə qoyanda nə qədər eləyir? 2 ay. Ay sağ ol. Vaxtında riyaziyyat oxumaq lazım idi bax. Hayta, yeme onu yeme. Niyə olub? O keçən ildən qalır. Ətlənim. Körsən, qabağıma baxdı. Başa düşmədim. Sən bu qədər... Qardaş, qabağıma bax da, görmürsən sənədləri. Ay, sağ ol olar, tapdın. Bəs də mən belə şeylər görə narahat eləmir. Hə, bal, nə deyirdin? Heç nə. Qəşəy də buralar. Hə. Mən orada sənə deyirdim ki... Qışqırma mənim üstümə. Qışqırmıram, sözümü izah eləməyə... Qışqırma mənim üstümə, qışqırırsan. Qışqırmıram, sözümü izah eləməyə çalışıram ki... Qışqırırsan da bir qışqırırsan üstümə. Qışqırmıram, deyirəm ki, mən orada demək istirdim ki... Bunu da götür. Ona bildirim. Heç nə. Nə mesajıydı o? Heç nə neyinirsən, nə olacaq? Ver baxın. 100 manat verirəm, baxma. Telefonu ver bura. 100 manat verirəm, oxuma da, baxma. 100 manatı nə edirəm? Telefonu ver. 200 manat verirəm, baxma. Telefonu ver bura. 300 manat verirəm, baxma. Telefonu ver. 500 manat ver. Baxma da, baxma. Bax. Diyan. 1000 manat verirəm, baxma, oxuma. Da 1000 manat. Əlvi çək. Nəymiş? Trend yolun bildirişi. Güvənmirsən sən mənə. 1000 manatımı ver. Neynəsən 1000 manatı? Alışveriş edəcəm. Ərivə güvənərdin, gedərdin trend yolda alışveriş edərdin 1000 manatdan. Ona görə də güvənmədiyin üçün sağ ol. Telefonu yiyip pulumu ver. Adın nədir? Evli, Soyadın nədir? yoldaşımla neyini? Küçədə bir qız yaxınlaşıb tanış olmaq istəsə nə deyirsən? Üzünə yumruq vururam, dərhal evə qaçıram. Çöldə dadlı yeməklər olan restoran gördün, nə edirsən? Dərhal evə qayıdıram çünki ən dadlı yeməkləri yoldaşım pişirir. Dostların zəng vurdu ki, gəl hanıma gedək, ondan nə edirsən? Deyirəm ki, mənim pulum yoxdur, mənim bütün pulum yoldaşımdadır. Ay sağ ol. Birdən sən qayıdıb arvadağız dedilər. Bir dolarla görüş. İlkin, Sevda kimdir sənə zəng eləyir? Sevda deyil o. Məzələrsən sən məndən, Sevdadır da. Sevda deyil də Süleymandır. Dolamısan sən məni, Sevda yazılan adam nətər Süleymandır? İnanmırsan, aç bax. Alo. Alo. Salam İlkanə, necəsən? Yaxşıyam. İlkin orada bir dənə telefon verdi ona. Gözdə. Ol, danışarıq. Sən niyə Süleyman adlı Sevda yazmısan? Süleyman yazsaydın, telefon gətirməyəcəydin axı. İlkanə, mənim kartımdan pul sən xərcləmsən? Hə, alışveriş eləmişəm. Cəmaatın yanında dedim, hesabı mən verirəm, kartda pul yoxdur, biabır oldum. Sən məndən xəbərsiz mənim kartımdan pul niyə xərcləyirsən bu şey? Demişdim də özüvə. Nə vaxt demiş? Bəlkə evə gedək? Nə? Deyirəm ki, evə gedək. Hə, birazdan gedərik. Bəlkə qaydanda kofe içək. Nə? Deyirəm bəlkə qaydanda kofe. Hə, dur, içərik birazdan. Yaxşı, bax metro ilə gedək, taksi ilə. Nə? Deyirəm ki, metro ilə gedək. Bəlkə metro ilə gedək. Sən niyə mənə eşitmirmiş kimi davranırsan ki?